Demək dostlar, indi növbətiyə baxaq. Medianın təməlinə baxdıq. İndi gəl medianın hündürlüyə baxaq. Buradan bir dənə median çəkdim. Bayaqki qaydada burada M. Bura alfa desəm. Baxaq, buradan bu hissə olacaq alfa. Bura beta desəm. Baxaq, bu hissə olacaq beta. Bir dənə də hündürlük çəkdim. Hündürlüyü çəkdik. Hündürlüklə median arasında qalan bucağı araşdırırıq. Deməli, fikir veririk ki, burada bir düzbucaqlı üçbucaq var. Hansı ki, o düzbucaqlı üçbucağın 90 dərəcəsi var. Alfası var. Onda bax, bu hissəsi nə olacaq? Bu hissəsi beta olacaq. Niyə? Çünki böyük üçbucaqda alfa var, beta var, 90 varsa, burada da 90 var, alfa var. Bu birisi də məcburdur ki, beta olsun. Çünki üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. İndi fikir versək, buradan bura qədər biz alfa demişik. Yəni, belə deyək, buradan bura qədər alfa demişik. Alfanın daxilində nə var? Beta və x var. Alfa bərabər beta üstəgəl x. Buradan x-i tapsaq, alfa çıx beta. Deməli, ispat elədik ki, düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilən hündürlüklə və median arasındakı qalan bucaq həmin o üçbucağın iti bucaqlarının fərqinə bərabərdir, fərqinin moduluna.